Azərbaycanın gözəl prezidenti cənab prezident İlham Əliyeva səslənirəm, qurban olum sizə. Azərbaycanın vitse-prezidenti, Azərbaycanın birinci xanımı Mehriban Əliyeva səslənirəm. Azərbaycanın Daxili İşlər Naziri Vilayət Eyvazova səslənirəm. Xahiş edirəm, cənab Vilayət Eyvazov, Azərbaycanın cənab prezidenti İlham Əliyev, qurban olum sənə, başva dönüm. Nə olar ki, mənə kömək edəsəz, mənim dərdimə dərman olsaz, xahiş edirəm. İnanın ki, bax, bu gecənin sahibinə and olsun, bizi yaradana and olsun. Yəni, bu oxuduğum Qurana and olsun ki, kömək istəyəndə məyər ki, insanı belə eləyirlər, kömək istəyəndə məyər insanın başına oyun mu açırlar, kömək istəyəndə məyər insanı öldürtdürürlərmi, döydürürlərmi, söydürürlərmi? Xahiş edirəm, gözəl insanlar, Azərbaycanın gözəl insanları, gözəl xalqım, hər kəs mənim videolarımı bəyənsin, paylaşsın. Bütün xəbər saytları, bütün blogerlər, hamınızdan çox-çox xahiş edirəm. Hamınızın əlindən, ayağından öpürəm ki, kömək edərsiniz mənə, paylaşasınız videolarımı, dəstək olasınız mənə. Hər kəs mənim dərdimə şərik olsun, nə olar? Gözəl xalqım, gözəl insanlar, hamınıza yalvarıram. Hamınızdan çox-çox xahiş edirəm ki, köməklik əlinizi uzadasınız mənə. Mənə köməklik edəsiniz. Səsimi bütün Azərbaycana, bütün Azərbaycanlılara çatdıraq səsimizi. Cənab prezidentə, cənab İlham Əliyeva, Azərbaycanın birinci xanımı Mehriban Əliyeva, Azərbaycanın Daxili İşlər Naziri cənab Vilayət Eyvazova səsimizi çatdıraq. Xahiş edirəm sizlərə. Yalvarıram sizlərdən. Çox-çox xahiş edirəm. Qurban olum.